Gəlin baxaq məsələlərə. Birinci evə Camel'dan başlayaq. Sonra digər ikisinə baxarıq. Amma aralarından çətinlik Camel'dır. Məsələdə belə bir şey deyir. Deyir ki, bir dənə Camel adlı fiqur var. Hansı ki, şahmat taxtasında necə hərəkət edə biləcəyini verir. Hərəkətləri belədir. Yəni, ya bir istiqamətdə şaquli fiqi yuxarı aşağı 3 addım irəliləyə bilir. Ya da ki, diaqonal istiqamətində 2 addım elə bir şey irəliləyə bilir belə. Yəni 8 dənə fərqli gediş var. Sanki at fason bir şey eləyiblər, amma biraz atdan fərqlidir. Adını da qoyublar Camel. E, Məsələdə Camel ton falan işlətməklərinin mənası sizcə nədir? Hə. Okay, Hamiltoniana bənzər Hamilton eləyiblər. Yəni əslində burada bizdən tələb elədiyi şey odur ki, bir də eni grid verilib. Orada bir-birdədir başda bu fiqur və bütün hər yerə bir dəfə exactly vizit eləməlidir. Və sonda da bitirdiyi yerdən başlanğıc, yəni bir-bir xanasına vizit getmək mümkün olmalıdır. Yəni və ya gediş olmalıdır. Yəni bu əslində normalda qrafda belə bir şey Hamiltonian cycle adlanır. Ee, Və normalda general qrafda Hamiltonian cycle tapmaq NP-dir, yəni polinomial həlli yoxdur. Ee, Yəni kompleksi, exponential bir kompleksi var da həllin. Amma burada verilən məsələ xüsusi məsələdir. Yəni bunu qrafa gətirsəz, daha generalına gətirsəz həll edə bilmirik. Amma buradakında griddədir və xüsusi ancaq gedişləri var da. Yəni bu demək ki, məsələn, bunların hər bir xanaya nod kimi baxsız, ancaq xüsusi nodlara oradan edge'lər var. İndi məsələdə bir dənə də özəllik nə verib? Deyir ki, burada constraint nədir? N həmişə 5-ə bölünəndir. E, Və subtasklarında da belə bir şey verib. Deyir ki, 20 balı belə 20% bal belə ala bilərsiniz. N bərabər 5 üçün həll eləsəz məsələni bu 20 bal verir. N bərabər 5 üçün həll bir də məsələdə deyir ki, əgər həll yoxdursa, no verin. Amma hə, belə hal olmur. Yəni həll həmişə qurmaq mümkündür. Prosta yəni özü çaşdırmaq üçün yəni ki, verib ki, yəni özün müəyyən elədə həmişə mümkündür yoxsa yox. İndi N5 üçün nə etmək olar? N5 üçün yəni ki, bu tip məsələdə biraz təcrübəniz varsa, ağlınıza gələr ki, backtracking eləyək. Yəni gedək alınmırsa qaydaq, gedək alınmırsa qaydaq. Çünki çox böyük deyildi, 5-in 5-ə də bunu eləsək okey olar. Yəni ki, və hətta çox okey olmasa, yavaş olsa belə kompüterimizə biraz run edib çıxardıb şey də eləyə bilərik. İstifadə edə bilərik orada icabdan, amma çox yavaş deyil, kifayət qədər sürətlidir. Hətta e, N5 üçün bir-birdən başlayanda bütün mümkün variantları da tapır çox sürətli. Yəni 96 dənə variant var. Mən kodumu run elədim. Onların hamısını da çox sürətli tapır. Yəni bir-birdən başlayıb hamısını vizit edib sondakı yerdən də bir-birə qayıda biləcək 96 dənə variant çıxdı. Hə? Eləyərsən amma vaxt itirərsən də bir gəldin, işin rahat backtrackingin var da onu sənin bir kağızda eləyəcəyi bir sürətli kompüter sənin üçün eləyir. Kağızda eləməkdənsə orada eləyə bilərsiniz. Kağızda da bəlkə tapa bilərsiniz. Olar yəni tapmaq olar, olmaz demirəm. Amma o vaxt gedəcək biraz kağızda tapmağa bəlkə. Koda da düzdür vaxt gedir, amma kodun yaxşı tərəfi odur ki, sonra o əldən full əldə də istifadə edə bilərsiniz bəlkə ideyasından. İndi e, backtracking ilə bağlı nəsə göstərməyimi istəyirsə, yəni koduma baxaq. İstəyirsə o backtracking 20 ballıq həllin kodu. E, Qeyri-adi bir şey yoxdur, adi backtrackingdir. E, Belə bir şeydir. DX, DY saxlamışıq, hansı ki bu həmən o fiqurun istiqamətlərə uyğun gedişlərini göstərir. 8 dənə. Sonra grid var bir dənə. Grid bizdə harasa gedirəmsə, ora neçənci addımda getdim onu yazıram. Çünki çıxışa verməli olduğum şey budur da, yəni birinci addımda buradayam, sonra nə bilim, ikinci addımda bura gəldim, bu ədədləri verməliyim. Griddə bunu yazıram. Visiteddə bir yerə visit eləmişəm, yoxsa yox onu saxlayır, amma visiteddi saxlamasaq da olardı deyəsən. Gridin öz üstündə də eləmək olardı. Visitedi nəsə ekstra saxlamışam. E, Bu heç Kango adlı bir metodumuz var. Kango göstərir ki, X, Y getmək olar ya yox. Bu sərhədləri yoxlayır, sərhədlər daxilindəsə bir də əgər əvvəl gedilməyibsə getmək olar. 200 şeydir. Bu çek edir ki, hal-hazırki xanadan 0-0-a getmək olurmu? Bu şey üçün axırda gəlib hər yerə vizit eləyəndən sonra çek eləmək üçün ki, 0-0-a oradan da gedə bilirəmsə, okey, demək bir dənə tapdım. Hər yerə vizit eləyən və 0-0-a qayıdan pəs. Qalanı da backtrackingdir. Trackdə nə edir?
XY və ID ötürmüşəm. XY xanasını true eləyir, yəni ora getdim və grid XY ID-ni yazır. Yəni ID də şey göstərir, elə ki, stepin nömrəsini göstərir. Əgər ID n vur n-ə çatıbsa, demək axırıncı getdiyim yerdir. Onda əgər oradan da XY-ə getmək mümkündürsə, okey, deməli bir dənə pəs tapdım. O halda prosta pəsi çıxışa verib prosesi dayandırmışam məsələn bu metodda mən, amma e, daha böyüyü üçün burada dayandırmayıb müxtəlif bu cür qurmalar tapmaq lazım gələ bilər. Onu gələcəm. Okey, qalanı nədir? Əks halda əgər NN deyilsə, hələ ki demək qalıb vizit eləməli olduğum yer. Prosta 8 dənə fərqli gediş üçün, gediş variantı üçün əgər hər hansı birini eləyə bilərəmsə, eləyib prosta rekursiv olaraq ora gedirəm. E, və burada prosesdən çıxanda da rekursiyadan təzədən x-y false edirəm. Yəni məsələn bir yerə getdim, alınmadısa geri qaydanda onları təzədən ki geri götürürəm də, yəni fiquru qoyduğum yerləri təzədən geri götürürəm ki, okey, başqa yolla yoxlasın. Yəni bildiyiniz full search edirəm burada backtrackinglə. Bunu optimize eləməyə də ehtiyac olmur. Yəni bəzi backtrackinglərdə yavaş işləyir, biraz optimize edirsiniz sürətləri. Burada ehtiyac yoxdur. Yəni 5-in 5 üçün çox sürətli tapır. Məsələn run eləsək, yəni bu 20 points. 20 points CPP. Ne oldu? Kendisine yazmak. Oyun. Ha? No such file or directory. File adı elə deyil ki, 20.cpp. Dırnaqlarsız yazırsan. File adı zaten boşluqla olanda dırnaq lazımdır da. Önce yaran önemli. Neye göre? Ee, Anlamışım ben bunu. Ha? Ha, ona göre değil. Ha, düzdür, oradan ha, şey D2'ni atmışam. Ha, dünən Camel'ı açmışdım. Dəqiqə düzdür. İndi Camel'a girmək üçün bir eləyək bir dənə. CD Camel'da adı. Camel. Ha, İndi işləməlidir. Ha, indi run eləsək 5 verəndə məsələn belə çıxartdı. Belə bir dənə qurma çıxardı. Yəni 1-dən 2 gedir, 2-dən 3-ə gedir, belə bir gedir. Və 25 də axırıncı budur. 25-dən də 1-ə gəlmək olur deyə burada məsələn tapdı. Bir dənə belə bir qurma tapdı. Ee, indi bunu dayandırırıq. Biz dayandırmayanda, yoxlayanda 96 dənə tapırdı. Ee, indi full 53-ün nə ideya istifadə edə bilərsiniz? N 5-ə bölünür deyə belə bir şey eləmək olar. Camel. Ee, indi deyək ki, buradakı hər bir xanaya bir dənə 5-in 5-ə kimi xana düşünün. Məsələn, belə bir şey çəkdimsə, bu əslində 15-in 15-ədir. Yəni, hər bir xana bir dənə 5-in 5-ədir. Ee, ya da biraz daha böyük çəkim, çünki burada daha aydın görməyə bilərsiniz. 5 ölçülü çəkəcəm. 3, 4, 5. Bu yəni 25-in 25-ədir əslində. Hər bir xana bir dənə 5-in 5-ə kimi düşünün. Və bizdə çoxlu qurmalar mümkündür eləmək. Mən yəni buradan bir-birdən atanda 96 dənə qurma var, amma bəzən bir-birdən yox, ki, başqa bir yerdən başladı prosesi. Məsələn, buradan başladıb atanda buranın hər yerini vizit edən qurmalar da lazım gələ bilər. Hansı ki, oxşar backtracking-dən onu da qura bilərsiniz də. Yəni prosta başlanğıcda burada mən 0-0 xanasından kol eləyirəm. Hansı ki, 1-1 deməkdir 0-0. Başqa xanadan kol eləsiniz, başqa qurmalar eləyə bilərsiniz. İndi necə bir şey eləmək olar? Məsələn, deyək ki, bir dənə qurma ilə burada hər yerə vizit eləyirsiniz. Prosta bir dənə
bir dənə xananı unvisited saxlayırsınız. Məsələn, tutaq ki, ola bilər ki, o xana burada ortada bayaqki qurmanı seçmişiksə 25 olan xana olsun. Bir dənə xananı getmirik, saxlayırıq. Ondan bir əvvəl getdiyimiz xanadan aşağıya keçid edirik. Belə də getmək olar, belə də. Məsələn, deyək ki, bura keçid elədik. Burada hansısa bir xanaya keçid elədik. Amma aşağı axı elə bir qurmanı seçməliyik ki, oradan bura keçid eləmək olsun da. Yəni ki, elə bir qurma var zaten. Məsələn, elə hal-hazırki qurmada olur. Hal-hazırki qurmada 24 buradadır. Elə ki 25-i getməyib 24-dən aşağı keçəcəyik. Aşağı keçəndən sonra aşağının full hər yerini vizit edib oradan da yenə aşağı keçəcəyik. Yenə də elə bir yerdə bitirməliyik ki, viziti oradan aşağı keçmək olsun. Bu da yəni ki mümkün olacaq. Yəni elə bir qurma tapmaq olsun. Yəni ki burada bitirdik, burada bitirmişdik, burada bitirdik. Buranı boş saxlamışıq bir də. Peki keçdik aşağıya. Bu belə-belə bizim buranı da bitirib keçəcəyik aşağıya. Bunu eləyə bilməyimiz üçün bir neçə cür qurma qabaqcadan tapmağımız lazım ola bilər. Çünki məsələn, burada biraz fərqli qurmadır. Bir-birdən başlayırıq və buranı boş saxlamalıyıq. Bura mütləq deyil buranı, amma bir dənə elə bir yeri boş saxlamalıyıq ki, oradan bir-birə gəlmək olsun. Belə 3 dənə namizəd var da. Bu xana ya 3-3 xanasıdır, ya e, 1-4 xanasıdır, ya da 4-1 xanasıdır. Yəni gələ biləcəyiz. 4-1 yox, bu ikisini saxlamaq lazım gələcək. Əslində birazdan görəcəyik. Ya buradakı bu xananı, ya bu xananı boş saxlamaq. Okey. Belə-belə keçə-keçə gəldi. Sonra indi bu tərəfə keçəcəksiniz. Buranı da full visit eləyəcəksiniz. Sonra belə-belə yuxarı qalxacaqsınız qurmalarını. Yəni oxşar qurmaları burada da istifadə edəcəksiniz. Bu xanaya gəlməyəcəksiniz. Bir də onu boş saxlayacaqsınız. Sonra bura keçəcəksiniz. Belə bir pəs qurmağa çalışacağıq. 5-in 5-ə qurmalarına. Bu tək idi. Hə, təkdirsə əgər cüt olanda biraz rahatdır. Tək olanda bu dediyim qurma cüt olanda rahat. Tək olanda axırıncı 2 dənə kolum qalanda, axırıncı 2 kolum qalanda belə eləyəcəksiniz. Çünki belə getsəm, sonra belə qayıtsam aşağıda dururam, buranı gedə bilmirəm. Axırıncı 2 kolum qalanda belə keçəcəyik. Sonra belə, belə, belə. Sonra belə, sonra belə, sonra belə. Belə-belə gedəndə axırıncı 2 kolumda elə ki, belə bir dənə belə, bir dənə belə, bir dənə belə, bir dənə belə, belə-belə keçid edirik. Bir dənə axırda da burada elə bir yerdə qalmaq lazımdır ki, buralarda, bura keçid eləmək olsun. Bura keçid eləyəsik. Bura keçid eləyəndən sonra da buranı fullayandan sonra bura belə-belə qaydasıyıq. Belə-belə qaydasıyıq. Axırda da bir dənə burada saxladığımız boş xana onun üçün lazım idi ki, bizə buradan ora gəlib, oradan da ora gedə bilək. O boş xanada ancaq ya bu 1-4 xanası okey olacaq, ya da 3-3 xanası. Çünki buradan keçid eləyə biləcəyimiz və bura gedən bu 2 xanadır. Bunlardan birini saxlamaq lazım. Ee, tek cüt case'də də oxşardır. Cüt case'də biraz daha sadədir. Məsələn, 4-ün 4-ə çəksək, 4-ün 4-də də burada yenə bir dənə xananı boş saxlayasıyıq və belə gələcəyik. Tutaq ki, keçdik buradan bura, burada gəldik, keçdik bura, burada gəldik, keçdik bura, buradan bura keçdik, belə, belə, bir dənə buranı saxlayıb keçirik bu yana, belə, belə. Cüt olanda həmişə bir dənə aşağı getdik, sonra burada bir dənə bura üstü boş saxlayıb belə-belə gedəndə ziqzaq okey olur. Axırda çünki bu istiqamətdə qaydırıq və buradan gəlirik. Buradan da bura keçid eləyə bilməliyik. Okey, bunu yəni 5-in 5-ə 3-ün olan backtrackinglərdən istifadə edib qura bilərsiniz. Amma net necə eləmək olar? Yəni implementation detallı olaraq bilmirəm, xırdalığına girməmişəm. Çünki bir elə eləyə bilərsiniz ki, elə bu qurmaların özünü hər dəfə belə bir track funksiyanız olsun, onu call edib hesablayasınız. Amma o ola bilər time limit verər. Düzü bir dənəsini məsələn sürətli hesablayır, amma mini olanda, yəni 5-ə böləndə 200-ün 200-ə bizim 40 min dənə belə 5-in 5-ə şey vardı. Hər biri üçün backtrack call eləsəz biraz yavaş işləyə bilər. Elə olsa da onda gərək şey eləyəsiniz. Qabaqcadan hansısa configurationları çıxardasınız. Çünki burada istifadə edəcəyiniz configurationlar çox fərqli deyil. Yəni məsələn bir dənə bura üçün hansısa configuration lazımdır, sonra alta olan keçidləri oxşar konfigurasiyalarla eləyə bilərsiniz hamısını. Sonra mən bir dənə buradan bura keçəndə biraz fərqli konfigurasiya ola bilər. Yəni yuxarı qaydanda oxşar konfigurasiyalarla eləyə bilərsiniz. Yəni bir 5-6 cür fərqli konfigurasiya qurub onlardan istifadə eləyib bunu eləyə bilərsiniz. Əgər ki hər dəfə o 5-in 5-ə olanları keçid edəndə tracklə qurmaq time limit verir. Çünki məsələdə deyəsən time limit aşağıda 0,3 saniyə qoyublar. Ola bilər time limit versin o. İdeyası belədir. Həvəsiz olsa oturub implement eləməyə çalışa bilərsiniz.
Kim başa düşdü məsələnin ideyasını? Okey. Gəlin keçək digər məsələlərə. Digər məsələlərdən burada da experience qalan ikisindən biraz daha çətindir. Qeym əslində asandır. Ona görə gəlin bir dənə asana baxaq, sonra experience-a baxarıq. Qeym sualında nə deyir? Deyir ki, n dənə müsbət ədəd var və bu ədədlərin özləri də hər biri n-dən kiçik bərabərdir. Amma mütləq deyil fərqli olsun. Yəni eyni ədədlər də ola bilər. Və iki nəfər oyun oynayırlar. Bir dənə S çoxluğu yaradırlar və başda bu n dənə ədədin p dənəsini, ilk p dənəsini bu S çoxluğuna qoyurlar. Sonra oyun necə davam edir? Hər gedişdə növbə ilə gediş edirlər. Bob və Alice oynayır. Ta ki birinci yəqin e, Alice gediş eləyir. Nəsə. E, və gediş eləyən adam öz növbəsində nə edir? S çoxluğundan bir ədəd götürür. Bu ədəd onun bir dənə dəyişən var ki, cəmləyir o ədədi. Götürdüyü ədədi özü üçün cəmləyir. E, from S and takes it away and adding its value to his or her score. Yəni öz skoruna əlavə eləyir və hər kəsin də başlanğıc skoru sıfırdır. Sonra növbəti ikinci addımda nə baş verir? Yəni bu gedişin ikinci addımında bir dənə S çoxluğundan növbəti element, daha doğrusu the beginning of the game containing the first P elements, so that S may be multiset. Taking from S, this is to say that after first taking from S, S'dən bir dənə elementi götürəndən sonra növbəti arraydakı növbəti elementi, yəni sırayla gedəndə S artırır. Yəni məsələn, birinci gedişdə S-də ilk P dənə ədəd var idi. Bir dənə götürəndən sonra P plus birinci ədəd artırılır setə. Sonra ikinci gedişdə ikinci ədəd götürüləndən sonra P plus ikinci də artırılır setə. Əgər ki bu varsa, bir yerdə təbii ki ədədlər bitəcək, çünki array qurtaracaq. Ondan sonra sadəcə götürmə baş verir. Yəni bu birinci hal baş verir. Ancaq birinci step baş verir, ikinci stepdə heç nə baş vermir. İndi belə deyir, ikisi də oynasalar, optimal oynasalar, sonda yığdıkları skorun fərqi nə olar? Görək nə deyir? We assume that each player does their best to maximize their own score. The game's result is the number obtained by subtracting points collected by Bob from those collected by Alice. Alice'dən Bob'u çıxıb vermək lazımdır. Yəni Alice'in topladığından Bob'un topladığından. Example-a baxsaq, məsələn, burada nə var example-da? 5, 2, bir də querylər var. Hər querydə deyir ki, yəni başlanğıc situasiya nədir? Oyunun başlanğıc situasiyasında ilk neçə dənə ədəd setdədir? Məsələn, burada 4 deyir. Bu demək ki, ilk 4 dənə ədəd setdədir başlanğıcda. Onda, məsələn, oyun necə gedər? İki, 4, 2, 3 setdədir. Alice təbii ki, yəni burada strategiya əslində sadədir də, oyun strategiyası. Həmişə setdə olan ən böyük ədədi götürməkdir, bu aydındır, greedy məntiqlə. Alice bunu götürəcək, 4. Bob nəyi götürəcək? Gələn səfər 5 artırılacaq setə. Yəni bu 4-ü götürəndən sonra 5 də artırılır setə. Yəni səfər burada ən böyük ədəd 5-dir. Bob 5-i götürəcək. İndi daha ədəd artırmaq olmur. Alice 3-ü götürəcək. Bob 2-ni götürəcək. Sonra bir dənə də qalır Alice. Alice də 1-i götürəcək. Burada cəm oldu ümumi 8. Burada oldu 7. Hə? Sonra 2-dir. 1 gördüm mən onu. Hə. 2 götürəcək. Bu da 5-2 götürmüşdür. Burada 7 diyeceğim. Burada da cəm 9'dur. Fərq ona görə də 2-dir. Yəni 9 çıxı 7. İkinci oyunda 3-dən ilk 3 elementlə başlayırlar. 2, 4, 2 ilə. Burada Alice yenə 4-ü götürür. Sonra 3 artırılır setə. Bob 3-ü götürür. 3'ü sildik. 5 artırılır. Bob yenə Alice'e çatır. Sonra bir dənə 2-ni bu götürür. O 2-ni də bu götürür. Burada da 11'in 5'i olur. Fərq 6'dır. İlk əslində 50%-ə qədər olan subtasklar çox sadədir. Adi dediyi şeyi multisetlə götürüb yazsaz keçir. Niyə? Çünki ən böyük constraint buradadır. Burada da multisetlə yazsaz nə olacaq? Yəni ki, K dənə situasiya var. Oyun K fərqli dəfə oynanır.
Hər dəfə hansısa bir P-dən elementlə başlayırsınız və gedirsiniz. Yəni yekunda nə baş verir? N də elementi normalda setə artırırsınız və N də element setdən silirsiniz. Yəni n log n nəsə eləyirsiniz də. Yəni k vurulsun n log n olur. Bu həm e, ora qədər, yəni bura 50%-ə qədər keçəcək. Çünki n k mindir, bu da 10 mindir. 10 üstü 7. Log da təqribən 15 falandır. Unordered eləsəz də bəlkə keçər, amma adi keçməlidir yəni. Full solution unordereddən keçməz, indi baxarıq niyə keçməz. Time limiti bunun 2,5 saniyə idi deyəsən. Full solution üçün unordered eləsəz, əslində unordered indi kain kimi baxa bilərik, amma tam olaraq kain deyil də, bəzən pis işləyə bilir və constant faktoru var. Və burada general 100 mindir bu, 10 üstü 5'dir. K da 2000'dir. Ayrıca K'nin özü 2 vur 18'dir. Bunda unordered setin yanında log olmasa da yani bir 5-10'luk constant faktörü falan olacaq. Ona görə time limit verməlidir. Bəlkə xırda-xırda nəsə optimizasiyalar eləyib belə soxuş keçirtmək olar, amma normal yolla keçməməlidir əslində. Yəni testlərdən asılı bilmirəm, bəlkə keçirtmək olar. Normal full kain olan həll var, yəni sadə kain olan həll. Sadə kain olan həll necədir? Nəsə çətin deyil. Array üzərində eləyəcəksiniz. Burada ədədlər kiçik elədi, n-ə qədərdir ailə. Ona görə də count array-dən istifadə eləyəcəyik max-ı keep track eləmək üçün. Başda elə bir ki, yenə hər bir oyunu adicə həll eləyirik, yəni hər k üçün ayrıca həll eləyirik və ilk p dənə ədədi birinci count eləyirik, array-dəki ilk p dənə ədədi count eləyirik və count elədikcə də maksimum ədədimiz nədir? Bir dənə onu da tapırıq. Yəni hansı ədədlərin üstündən keçdiysə onların maksı. Sonra nə edirik? İndi max ədədimiz bilirik hal-hazırda nədir? Onda bilirik ki, hal-hazırdakı oyunçu hansı ədədi götürəcək? Max'ı götürəcək və max'ı götürəndə nə baş verəcək? Max'ın count'u bir dənə azalacaq elədir. Count max'ı bir dənə azaldasıyıq. Count max'ı bir dənə azaltmaq demək nə deməkdir? O deməkdir ki, hal-hazırda max'ımız dəyişə bilər. Niyə? Çünki count max əgər əvvəl 1 idisə azalanda indi 0-a düşəcək və max'ımız belə olan halda kiçiləcək elədir. Biz belə olan halda maksimumuzun, təzə maksimumuzun nə olduğunu necə tapa bilərik? Bir dənə geri gələrik max minus 1-ə. Məsələn, max minus 1-də count müsbətdirsə deməklə ora gəlib maksimumuz. Yox, orada da 0-dırsa count. Bir dənə də geri gələrik. 0-dırsa yenə belə geri gəlib. Axır bir dənə yerdə müsbət tapsaq, orada dayana bilərik. Yəni maksimumuz orada olacaq. Amma indi bir də ədəd əlavə eləmək var. Sonraki ədədi. Amma ədəd əlavə eləməyin xüsusi bir dənə şey var orada. Nədir? Biz bir dənə elə ki, hal-hazırda nəyisə götürdük və bir dənə ədəd əlavə edirik. Bir dənə ədəd əlavə edirik də gələn səfər yenə bir dənə ədəd götürəcəyik. Əgər hal-hazırda əlavə elədiyimiz ədəd özü max-dan böyükdürsə, yəni ki, update elədiyim max-dan, belə bir situasiya düşünün. Yəni, məsələn, məndə deyək ki, 1, 3, 3, 5 var idi. Hal-hazırda belə idi mənim setim. Max'ım 5'dir. Bunu götürdüm və 5'in count'u 0-a düşdü. Mənim prosesim nə edəcək? Baxacaq count 4-ə, o da 0-dır. Sonra count 3-ə, count 3 müsbətdir. Demək, okey, maksimum gətirdi 3-ə. Əgər mənim setimə təzə artırılacaq şey özü 3-dən kiçikdirsə, heç bir problem yoxdur. Prosta onun count'unu artırıram, max da düz göstərir. Amma 3-dən böyükdürsə, maksimum düz yeri göstərməyə bilər. Məsələn, deyək ki, təzə artırdığım ədəd 10-dur. Belə olan halda mən max'ı götürüb bura gətirə bilərəm, amma bura gətirsəm pis olacaq həllimin kompleksiti. Çünki məsələn necə bir test yarana bilər? Hər dəfə 10 üstü 5 verəcək bir dənə böyük ədəd. Maksimum gətirəcəm bura, sonra bir dənə max'ı siləndən sonra çox xırda ədədlər var məndə. Çoxlu 0 olacaq, burada count'u 0 olan. Çoxlu geri qayıtmalıyam max'ına. Təzədən irəli gedəcəm. Təzədən bir dənə 10 üstü 5 artıracaq, yenə çoxlu irəli gedəcəm, təzədən qayıtmalıyam. Bu kompleksli bir şey olacaq, n kvadrat fason bir şey olacaq. Amma bir dənə ədəd artırırdı ya, böyük ədəd artırdısa, mən bu ədədi bir dənə yadda saxlayım ki, gələn səfər mütləq bu ədəd əlavə olunacaq da mənim cavabımın üstünə. Çünki bu ədəd ən böyük ədəddir hal-hazırda və bu əlavə olunandan sonra, bu silindən sonra mənim əvvəlki maksimum düz yeri göstərəcək. Çünki bir dənə ədəd əlavə eləmişəm, bu ədəd əlavə olunanda maksimum yeri pozulurdu buna görə. Amma bu da onsuz da gələn səfər götürüləcək, setdən silinəcək. Yəni onu maksda saxlamağa ehtiyac yoxdur. Əlavə bir dənə dəyişən saxlaya bilərsiniz, add dəyişəni, yəni gələn səfər nəyi add eləyəcəm. Buna initially max deyirsiniz. Təzə artırılan ədəd birdən maxdan böyükdürsə, onda o ədədlə əvəz edirsiniz. Bilirsiniz ki, təzə artırılan ədəd gələn səfər əlavə olunacaq cavabın üstünə.
Belə eləyəndə nə olur? Belə eləyəndə max heç vaxt e, artmır. Ancaq başda harda qalıbsa, oradan ancaq geriyə doğru gedir. Bu da o demək ki, ən çox 15 dənə geriyə getmək ola bilər də toplamda ümumi proses ərzində. Hə, ümumi o n olacaq daim kompleksimiz. Çünki ədədlər özləri n-dən kiçikdir. Bunu da k dəfə eləsək, bu kn solution alırıq. Plus constant faktor da yaxşı olan bir şeydir. Çünki adi counting eləyirik array-in üzərində. Bu təqribən 1,5 saniyəyə qədər işləyəcək. 2 düşünməmişəm. Məncə intended hell bu olmalıdır elə. Kodu var. Sadədir kodu. Deyim. Kodu belədir. Böyütmürəm, görürsün. Bedu. Hə. Bilmirəm, onu danışarıq. Baxarıq. Ee, Okey, belə bir dənə solve metodumuz var. Yəni dediyim proses əsas bunun içində baş verir. Ee, Bir də burada mən initial olaraq count 0-a 1 qoymuşam. Bu şeyin üçündür burada. Ee, Bu while'da hə, yəni məsələn hər şey silindi hal-hazırda setdən. Heç nə yoxdur, hər şeyin countu 0-dırsa getməsin axıra qədər. Count 0-da elə ki blok kimi qoymuşuq ki, ilişsin orada qalsın. Ee, Qalanı belədir. Prosta ədədləri artırdıqca countlarını artırırıq ilk p dənəni və max-ı hesablayırıq burada. Difference bizdə cavabı hesablayır. Yəni Alice-in topladıq, Alice-in götürülərini toplayırıq, Bobun götürülərini çıxırıq. Add max-a bərabərdir. Turn-da 0-dır. 0 o deməkdir ki, toplayırıq, 1 o deməkdir ki, çıxırıq. Yəni çünki turn 0 Alice demək. Əgər turn true-dsa, yəni 1-dirsə çıxırıq, difference-dan add-i çıxırıq, əks halda toplayırıq. Count add-i azaldırıq, yəni hal-hazırda add elədiyimiz ədədin countunu azaldırıq. Və burada count add azaldırıq. Amma əgər count max 0-a düşdüysə, max'ı geri-geri azaldırıq. Çünki add həmişə max-a bərabər olmaya bilər də belə bir situasiyada. Onda heç max'ımızda bir şey dəyişməyəcək. Yəni olduğu yerdə qalacaq. Yox, əgər add elə max idisə və count 0-a düşdüysə, o halda max geri gələcək. Amma bütün bu proses ərzində max toplamda ON geri gəlir deyə bu while-ın ümumi amortized kompleksi ON-dir. Yəni iç-içə dövr çaşdırmasında. Ona görə ümumi həldə ON olur. Qalan şeylərdə burada görə bilərsiniz ki, konstant şey eləyirik. Ədə max'ı yazırıq və i plus p n-dən kiçikdirsə, yəni mən hal-hazırda i plus p-ci ədədi artırıram da şeyə, setimə. Əgər o elə bir ədəd hələ də varsa və o ədəd özü max-dan daha böyükdürsə, onda əddə onu yadda saxlayırıq və onun countunu istənilən halda artırırıq. Turn-ü hər dəfə dəyişirik. Okay. Başa düşdük bu həlli. Add max-dan böyük. Onlar əslində amma bir də ekstra if bir də burada. Yəni hə, else qoymaq olar ki, burada else countunu artırsın. Yox, amma biraz narahat olar. Sonra burada axı biz istənilən halda add-in countunu azaldırıq. Max-a bərabər olsa da, təzə böyük olan ədədə bərabər olsa da azaldırıq. Onu təzədən orada çək eləmək çətin olacaq. Elə ondansa burada artırmaq rahat. Yəni onda gəl burada if yoxlayırsan ki, if add max-dan fərq eynidirsə azaltsın, deyilsə nə dəyməsin countunu. Okay. Növbəti məsələ experience məsələsi. Bu məsələdə nə deyir? Burada da deyir ki, bizdə bir dənə tree formasında tree verilib. Hansı ki, tree bu nəyi bildirir? Bir şirkətdəki hiyerarxiyanı bildirir, yəni işçilər arasında. Root node hansı ki, 1-dir root node. O CEO-dur, yəni ümumi şirkətin rəhbəridir və qalan altda olanlar işçilərdir və şeylə verilir. Kim kimin rəhbəridirsə, o daha yuxarıdadır elə bir ki, tree-də. Yəni bir hamının rəhbəridir, sonra ədədlər hansı sıra ilə gəlir, mütləq deyil sıralı olsun, amma tree-də kim belə kim daha yuxarıdasa o rəhbərdir. Yəni burada bir hamının rəhbəridir, 6 7-nin rəhbəridir, 2-nin rəhbəridir, 2 dənəm 4-ün rəhbəridir və s. Və burada nə deyir? Hər bir işçinin bir dənə experience level'ı var. WE ilə işarə olunur. Və biz bu şirkətdəki işçiləri komandalara ayırmalıyıq. Komandanın
Burada gücümü nəsə define edirdi. Increases experience. The management knows that after group project is finished, total experience of the group assigned. Biz qruplara ayırmalıyıq işçiləri. Hansı ki, hər qrup bir dənə proyektin üstündə işləyəcək və proyekt bitəndən sonra o qrupun təcrübəsi, o qrupdakı ən e, ən təcrübəli işçi ilə ən təcrübəsiz, yəni təcrübəsi ən balaca olan işçinin təcrübələri arasındakı fərq qədər artır. Ümumi qrupun təcrübəsi. Və bizə deyir ki, indi bu adamları elə qruplara ayır ki, hər bir qrupun təcrübəsinin artmalarının cəmi, yəni toplam şirkətin təcrübəsinin artması, bu o cür define edir, o maksimum olsun. Məsələn, burada verilən example-da, şəkildə, tutaq ki, bunlar qırmızı yazılanlar olan experience-larıdır. Yəni, məsələn, mən burada bu ikisini bir dənə qrup eləsəm, 3 ilə 5-i. Bunun təcrübəsi 3-dür, bunun 2-dir. Fərq arada 1-dir. Yəni bu ikisindən bu komandaya görə 1 artacaq. Daha doğrusu bu qrupa görə komandanın təcrübəsi 1 artacaq. Nəm sonra tutaq ki, bu ikisini qrup eləsəm 1 ilə 6-nı 5 çıx 3 2 artacaq. Məsələn, bu example-da cavab 6-dır və aşağıda optimal bir dənə configuration-ı verib ki, tutaq ki, 1 5 3-ü bir dənə qrup eləsəz, hansı ki, burada minimum 2-dir, maksimum 5-dir. Buradan 3 artış gələr. Sonra 6 2 4-ü bir qrup eləsəz, burada 6 ilə 3-ün fərqi 3-dür, oradan da 3 gəlir. 7 də tək özü bir dənə qrup olur, orada da 3 0 3 olur, 0 gəlir. Ee, bir dənə şeyə də baxaq, constraintlərinə baxaq deyərik. N 100 mindir burada ümumən. W-lər 0-dan 19-a qədər ola bilər. Ee, yəni n-lik ya da n log n-lik nəsə yazmaq lazımdır. Constraintlərə görə görürük. Amma bir də subtasklar var. En 20 olan subtask var, hansı ki 20 bal verir. Burada yəqin ki e, bütün kombinasiyalara bir şəkildə baxa bilərsiniz ya da bitmask fason nəsə yaza bilərsiniz. Çox detalına girməyəcəm onun, çünki üstündə çox düşünməmişəm, amma bir ideya yoxdur, amma implementation lazımdır onun üçün. N5000-də yəni ki, n kvadrat nəsə yaza bilərsiniz. Bir də burada axırıncı, üçüncü bir dənə subtask var, hansı ki 10 bal verib ona. Amma məsələn, ümumi həllini tapmaqda yəni mənə görə ən önəmli subtask odur və ona biraz daha çox bal verə bilərdilər 10 bal olana. Yəni onun üçün olan həlli tapanda əslində full həllədə oradan rahat gəlmək olur. İştirəm. Greedy məntiqlə deyirsən ki, məsələn, hal-hazırda tutaq ki, bu subtree-yə baxırıq 6-nın subtree-sinə. 6-nın subtree-sində ən balaca nod 7 nodudur, 3-dür. Hə, nəyə indi? Yox, yəni value ən balaca olan deyirsən, yoxsa öz nodunun nömrəsini deyirsən? Value ən balaca olan 7-dir də burada məsələn subtree-də, ya da elə 6-nın özüdür, ikisi də 3 3. Buradan inanmıram məsələ çıxar. Yəni grid ümumiyyətcə məncə həlli yoxdur məsələnin. Çünki bu tip məsələlərdən grid yanaşanda elə test tapma olur ki, işləməsin və o məsələ DP-yə gəlir adətən. 3 case yox. İndi 2 child'da olanda 3 case olur. Daha çox child'da olsa daha çox case ola bilər. Hə. Amma ona nəyə görə qərar veririk? Məsələ orada. Hə, elə bir şeydir zaten hər. Prosto indi orada analiz eləmək lazımdır. DP necə olacaq? Yəni DP ilə qərar verməliyik ki, o nodu hansı child'ının subtree ilə birləşdirmək yaxşıdır və ya da hansı child ilə birləşdirmək yaxşıdır. Və yaxud da ola bilər o nodu ümumiyyətcə hələ ki götürməmək yaxşıdır. Okay, gəlin əslində bu həllə gəlmək üçün chain üzərində analiz eləmək rahatdır. Bu axırıncı subtask chain'dir. Deyir ki, burada hər şeyin, hər nodun bir dənə direct subordinate var. Yəni subordinate aşağı gedəndir. Hər noddan aşağıya bir dənə yerə gedirik. Belə olanda da nə olur? Grid chain olur. Amma bir dənə narahat tərəfi də burada şeydir. Chain'də amma 1 2 3 4 5 en sırası ilə deyil də. Elə olsa biraz daha rahat olardı. Chain hansı sırayla gedir, onu tapmaq üçün nə etmək lazımdır? Bir dənə birdən elə bir ki defes fason bir şey atıb order'ı tapmaq lazımdır.
Çünki birinci dəqiq bilirik 1-dir root. Amma birdən sonra nə gəlir? Yəni 2 gəlməyə bilər. Tutdu birdən sonra 5 gəlir, sonra 3 gəlir. Belə bu order'ı tapdıq. Order'ı tapandan sonra əlimizdə indi bir dənə chain var. Bir experience sual. Ee, Deməli chain halını düşünürük. Deyək ki, chain'də hal-hazırda chain sırası ilə experience'lar belədir. Yəni bir adamın experience'ı 1-dir, növbəti adamın experience'ı 2-dir, növbəti adamın experience'ı 3-dür və s. belə getsin. Burada necə bir şey əmələ gələcək? Experience'lərlə bağlı. Baxın, məsələn, biri burada ifadə eləsəm belə, sonra 2 artırdı experience adamın, növbəti adamın experience daha çoxdur. 3 yenə artım deməkdir, növbəti adamın experience daha çoxdur. Mən bunları belə artma azalmalarla ifadə eləsəm, necə bir şey olacaq? Məsələn, bir yerə qədər ola bilər başda azalma ilə başlaya bilər və ya artma ilə, amma belə olacaq da artmalar, azalmalar, artmalar, azalmalar belə keçidlər yaranacaq. Ta ki burada bir yerə qədər azala bilər, sonra təzədən arta bilər, sonra təzədən azala bilər və belə bir şeylər olacaq. İndi burada mən nə edə bilərəm? Məsələn, tutaq ki, hal-hazırda belə artma gedibsə, mən biri növbəti adamla qruplaşdırsam, yəni burada birinci, ikinci ilə qruplaşdırsam, belə bir şey əldə eləyərəm. Aydın məsələdir ki, əgər artma gedibsə, sonra azalma gedibsə, e, məsələn, əgər mən bu adamı kimlənsə qruplaşdıracamsa, yaxşı olar ki, elə yəni tək saxlamayacamsa da tək də saxlaya bilərəm. Elə bu artan adamla qruplaşdırım. Burada bir qrafda düşünək. Məsələn, tutaq ki, buradan bir dənə artış var. Sonra azalmalar gedib və ya bir dənə azalma və nə qədərsə. Əgər burada bir dənəsə, əgər bu adamı tək saxlamayacamsa, qrup kimi götürəcəmsə, elə bu ilə qrup götürməyim yaxşıdır. Nəyə görə? Çünki e, burada bu minimum olacaq, bu maksimum olacaq. Bu fərq qədər qazanacam mən. Bu pis ola bilər nə vaxt? Pis ola bilər o halda ki, məsələn, burada daha böyük bir şey yaranardı. Deyək ki, elə buradan bir dənə belə gedib. Mən əslində bu adamı bu ilə götürsəm daha çox qazanardım. O halda da əslində bunu tək saxlamalıyam, yəni. Yəni bunu tək saxlamamalı olduğum halda bunu mütləq bu ilə götürməliyəm. Yox, əgər bunu bu ilə götürmək daha sərfəli olmuşsa, demək bunu tək saxlamaq yaxşıdır. Çünki okey, bunu bu qrupa da daxil edə bilərsən, amma bir mənası yoxdur. Yəni bir yerdə 1000-lə maks olmayan şeyin mənası yoxdur. Yəni onu araya salmaq zaten fərqə təsir eləməyəcək. Dolayısıyla bunu ya tək saxlayacaqsınız, ya da bu ilə qrup kimi götürəcəksiniz. Əslində, yəni bir dənə belə increase yox, bir neçə dənə increase gedəndə də eyni claim eləyə bilərik. Yəni burada mən deyirəm ki, bu biri mən ya tək saxlayacağam, ya da 2 ilə götürəcəm. Amma ardında bir dənə şey nəzərə almalıyam. Məsələn, tutaq ki, 1-i 2 ilə götürdüm, belə tim olaraq. Hər adam bir dənə qrupa daxil ola bilər də, 2 dənə qrupa daxil ola bilməz əslində. Amma mən bəzən bir dənə adamı 2 dənə qrupa daxil edəcəm. Amma onun elə ki bir qrupa o max kimi daxil olacaq. Elə ki o fərqdəki V max kimi daxil olacaq. Bir qrupa isə V min kimi daxil olacaq. Belə olanda əslində V max ilə V min cancel olacaq toplanan V max ilə o çıxılan halda. Və əslində 2 dənə qrup merge olacaq sanki. Yəni məsələn burada ola bilər ki, əslində 1 ilə 3-ü 1 2 3-ü bir qrupda götürmək optimaldır və yaxud hə, bu arada özdə şey olmalıdır. Bunu deməyi unutdum mən məsələdə. Yəni siz şey edə bilməzsiniz də, məsələn buradan 2 ilə tutaq ki, 1-i qrup kimi götürüb bu ortadakı 6-nı saxlaya bilməzsiniz. Yəni qrupun əmələ gətirdiyi şey ardıcıl nodlar olmalıdır tree-də və yaxud chain-də. Bunu məsələdə yuxarıda deyir. Annual maximum total. Each team must consist of at least one person. Burada deyir. A group of employees J1, J2, J3, J4 is a valid team if J2 is directly subordinate of J1, J3 is direct subordinate of J2 və s. Yəni o şəkildə getməlidir. Yəni dolayısıyla burada mən sadəcə 1 ilə 3-ü qrup kimi götürüb 2-ni çöldə saxlaya bilərəm, amma 2 avtomatik o qrupda olacaq. Prosta cəmə bir təsiri olmaya bilər. Okey. İndi mən burada məsələn increasing gedirsə 1-2-ni bir dənə qrup kimi götürürəm və 2-yə
Vmax kimi baxıram bu qrupda. 1-ə Vmin kimi baxıram. İndi 2-dən 3-ə də baxıram increasing gedir. Onda burada 3-ə elə bil ki Vmax kimi baxıram. 2-yə Vmin kimi baxıram. 2-ni əslində 2 dənə qrupa daxil elədim də. Amma nə baş verir? Burada məsələn Vmin çıxılır. Buradakı Vmax da toplanır. Dolayısıyla əslində burada mən yekunda 3-ün value'sundan 1-in value'suna çıxmış oluram. Yəni ki, bu üçü bir dənə teamdə olanda gələcək experience-ı toplayıram. Yəni burada value olaraq elə 2-1 kimi baxsaq, elə bil ki, bu ikisini qrup eləyəndə 2-1 qazanıram. Sonra bu ikisini qrup eləyəndə 3-2 qazanıram. Amma bu əslində nə deməkdir? Bu adamı əslində 2 qrupda götürməmişəm. Prosto bunlar bir yerdə bir qrupdur. Bu toplananda 2-lər gedir deyə 3-1 verir mənə. Okay, indi belə baxanda məsələyə, əgər ki sizdə hal-hazırda deyək ki, ilk i dənə adama baxmışıq biz. 1, 2 və s. ilk i dənə adama baxmışıq. Chain'də və ilk i dənə adam üçün ya da ilk i-1 dənə adama baxmışıq. İndi ininci adama hal-hazırda baxırıq. İlk i-1 dənə adam üçün biz hesablamışıq ki, bunları öz aralarında necəsə qruplara bölsək, ən optimal cavab nə olar? Amma iki cür DP saxlamaq lazımdır. DP i0 və DP i1. Bu nəyi göstərəcək? i0 və i1. i0 göstərəcək ki, mən ilk i dənəni qruplara ayırmışam optimal şəkildə, hansı ki, ininci adam məndə V minimum kimi iştirak eləyib, yəni çıxılan kimi iştirak eləyib. İninci adam yəni VI minimum kimi iştirak eləyib. DP i1 onu göstərəcək ki, mənə mən i kimi yəni optimal bölmüşəm, amma VI burada Vmax kimi iştirak eləyib. Yəni ki, toplanıb VI və ya çıxılıb VI o şəkildə. İndi görək DP i0-ları, i0 və i1-i nədən update eləyə bilərik? DP i0 iki hal ola bilər. Ola bilər ki, ümumiyyətcə əslində initial olaraq belə bir şey yazmağımız lazımdır. Bu həm DP i0-a, həm DP i1-ə yazacağıq max of DP i-1-in 0 və 1-ini. Bu nə deməkdir? Yəni ki, mən ümumiyyətcə ininci adamı heç götürməsəm, yəni və yaxud heç götürməsəm yox, tək team kimi saxlasam, özünü tək qrup eləsəm də elə bir ki, onda nə baş verər? Özünü tək qrup eləyəndə o həm V-min ola bilir, həm V-max da ola bilir, elədir. Çünki özü elə həmən rangedə həm minimumda, həm maksimumda. Və belə olanda və contribution da sıfırdır, çünki V-min də indi V-max da. Onda o halda cavabım elə mənim əvvəlki, yəni i-1-ə qədər olan best cavabıma bərabərdir də. i-1-ə kimi olan best cavabım da i-1-in özünü V-min kimi götürdüyüm haldan V-max kimi götürdüyüm halda hesabladığım bestlərin maksimumudur. Yox, əgər ininci adamı özü ilə qrup kimi yox, daha əvvəlki kimlərlənsə qrup kimi götürəcəmsə, onda mən bayaq burada elədiyim analizə görə onu bir əvvəlki adamla birləşdirməyə baxacağam, bir əvvəlki adamla. Amma həmişə qruplar sadəcə 2 adamdan ibarət olmur da, daha çox adamdan ibarət ola bilər. Amma bu necə yaranır? Belə кейslərdə. Yəni, məsələn, çoxlu increasing gedənlər bir qrup ola bilir. Sonra ard-arda çoxlu decreasing gedənlər bir qrup ola bilir. Heç vaxt optimal olmayacaq ki, siz bu increasing gedənlərlə decreasing hissəni də bir qrupa salasınız, daha yaxşı olsun. Ondansa məsələn increasing gedən hissəni bir götürərdim. Sonra decreasingdən də nəsə əldə eləyərdim də. Çünki onsuz da məsələn decreasingdə buradakı bu hissəni daxil eləsəm bura, vizual olaraq baxanda yəni buranın cavabını dəyişmir də, bu range'in içində olan bir şeydir. Yəni ona görə increasing olanları bir qrup, decreasing olanları bir qrup eləmək yaxşıdır deyə. O demək ki, yəni siz hər adamı qrup eləyəndə bir əvvəlki ilə qrup eləməyə baxın. Amma okey, bir əvvəlki ilə qrup eləyəndə ola bilər ki, bu əvvəlki adam da özü bir əvvəlki ilə qrup olub. Prosta bu burada Vmax olub, hal-hazırda V-mindir və bu ikisi birləşib daha böyük qrup əmələ gətirəcək. O özü avtomatik DP-nin içində toplama çıxılmalara görə handle olunur.
E, Yani update'lerimiz belə olacaq. DPI0'ı belə hesablayacağıq. DPI0 bərabərdir. E, Initial olarak ikisi de buna bərabərdir. Əlavə olaraq, əgər ki özündən əlavə kimsə də varsa oynayan qrupda, onda DPI0 nan DPI-1 okey. Eğer ki mən hal-hazırda hə, by the way, bu bu hal şeydə baş verə bilər. Bu hal nə vaxt baş verə bilər? Yəni ininci adam o vaxt V minimum olar ki, özündən əvvəlki adama nəzərən, özündən əvvəlkindən daha kiçik olsun da. Çünki özündən əvvəlkindən kiçik deyilsə V minimum ola bilməz o. Yəni decreasing-də olanda bizim bu sequence decreasing gedəndə hal-hazırki i V minimum ola bilir. Increasing gedəndə isə V maksimum ola bilir. Yəni bu ikisini if V'yi kiçikdirsə V minus 1-dən bunu eləyəcəyik. Bunu update eləyəcəyik. Yəni DPI 0 bərabər olacaq max of DPI 0-la DPI 0-la nəyə? DPI minus 1 kim deyə bilər? Burada nə olacaq? Biliyoruz. Evvelkini sıkmak. Yok, sıfır düz evvelkini sıkmak. Ya, aynısı. Halhazırda ve sıkmasın ve çözümsüzleri. Yani DP 21 sıfır üstüne gel ve 21 sıfır. Yok, benim bir sıfır ve onda decrease hem not etmeyi iyi birim vermiş olmak sonrası bunu yaparsa. Üstüne gel ve sıfır sıfır. Okey, yani burada ne olacak? e, 1 yoksa 0? Onu sor. Okey. O aklımda hoşuma bakma oluyor. Yani, ya hem şartlar hoşuma oluyor hem şartlar. Okey. DPI minus 1 0 plus böyük çıxılsın balaca. V minus 1 çıxılsın V'yi. Yani burada az da elədiyimiz nədir? Bu belə bir situasiya ola bilər. Yəni məsələn increasing gəlib hal-hazırda biz buradayıq. Məsələn i buradırsa i minus 1 də zaten əvvəlki də decreasing bir şey olub. Bir dənə çaşdırıcı hal burada nə ola bilər? Məsələn bir step az düşünsəm bunu, məsələn buranı çəkməsəm, deyək ki i hal-hazırda buradır. Və bəlkə məndə bu ilə bunu qrup eləmək optimaldır. Bu sizcə hardan hesablanır? Yukarıdakini özünden. Aysa. Eğer ki keçid yerlərində, yəni məsələn ən yuxarıda, yəni artmadan azalmaya keçəndə və ya simmetrik olaraq obru da ödənəcək, obru prosto ikinci case-də olacaq. Azalmadan artmaya keçəndə. Yəni burada çaşdırıcı gələ bilər ki, əslində biz burada DPI1, I-1, I-1 birdən hesablamalıyıq kimi gələ bilər. Çünki bu increasing-in ardına birləşdi. Amma əslində increasing ardına decreasing birləşəndə eyni qrupa keçmir də. Bu ancaq increasing birləşəndə və decreasing birləşəndə eyni qrup olur. Dolayısıyla əslində burada da özü ilə qrup olan halla bir dənə birləşə bilər bu i. Onda bura bir dənə qrup olacaq. Və o da zaten şeydə nəzərə alınıb. Bir əvvəlki stepdə DPI0 və DPI1-ə bunu yazanda nəzərə almışıq özünü özü ilə qrup kimi götürəndə. Dolayısıyla DPI-1 0-da da o saxlanılıb. Okey. Yəni burada belə olacaq. Digər halda if v-yi böyükdürsə, bu arada bərabər olan halı hansı tərəfə istəsəz daxil edə bilərsiniz. Fərqi yoxdur bura və ya bura. Çünki bir şey dəyişmir. Böyük bərabəri tutaq ki, bura daxil elədik. Elədirsə max of DPI1 ilə DPI-1 1 yəni increasing gəlib və yenə increasing gedir. V-yi burada böyükdür. V-yi minus 1 isə kiçik olan tərəfdir. Ona görə bunu topluyorum. Yəni, full ələsində buradan rahat gələ bilirsiniz. Prosto elə bil ki, hər sub-tree'də, elə kimsə sub-tree'nin rutu hal-hazırda U nodudursa, onun child'ı olan bütün V-lər üçün baxırsınız.
Prosta baxmalısınız ki, hansı child'ı olan tərəfə, belə ki, bir neçə alternative variantı baxmaq istəyir. Hansı child'ı olan tərəflə onu birləşdirəcəm. Bir bu case'ə baxmalısınız. Məsələn, child'ı ondan, o child'ından kiçikdirsə, o minimum olacaq, child'ı max olacaq. Yox, bu case isə o max olacaq, child'ı min olacaq. İndi onu subtree-in üstündə göstərəcəm. Hə, normal DFS atırsınız zaten root'dan aşağı gedib aşağıdan birləşdirə gəlir. Adi rekursiv DFS-də. Okey, bu əlin deyəsən ki, başa düşdü. Chain üzərində olan. Nəsə sual varmı? Ee, burada bu arada DP eləməyimizin səbəbi əslində məsələn belə bir şey tapmışıqsa ki, ancaq increasingləri qrup götürməliyik, decreasingləri qrup götürməliyik. Düşünə bilərsiniz ki, elə bəlkə decreasingləri belə tapıb qrup götürmək kimi də həll olardı. Niyə DP yazırıq? Sizə niyə DP yazırıq? O en fazla Hə. Hə, keçidin məsələn burada keçid var. Bu keçid bu tərəfə mi aid olanda optimaldır, yoxsa bu tərəfə mi aid olanda optimaldır? Yəni bu adamı bura ilə də götürə bilərəm mən, increasingin axırındakı kimi və ya decreasingin əvvəlindəki kimi bu tərəfdən də götürə bilərəm. Ona görə hansı ilə götürməyə qərar vermək üçün lokal olaraq qərar verə bilmirik orada. Sonrasındakindən asılıdır. Ona görə əgər bir şeyə lokal olaraq qərar verə bilmirsinizsə siz, adətən orada greedy məntiq işləmir. Ona görə sonrakılardan asılıca DP kimi eləməlisiniz. DP-ni burada ona görə eləyirik. Full əldə də ideya belədir. Tutaq ki, full əldə artıq chain üçün belə həll eləmirsinizsə, full əldə nəyə fokuslanmalısınız? Sub-tree'yə. Eyni ideyanı sub-tree'də tətbiq eləməyə düşünməliyik. Tutaq ki, bu U nodudur. Bunun child'ları olan nodlar var bir neçə dənə. Bu child'larının sub-tree'ləri üçün biz artıq DP-ləri deyək ki, hesablamışıq. Hər hansı bir sub-tree'sinə fokuslansaz, hər hansı V1, V2, V3 deyək bunlara. Gəl belə bir dənə sum dəyişəni define eləyək. Sum bərabər olsun. Sum of bütün child'ları üçün, U'nun bütün child'ları üçün və in subord U deyirəm buna. Yəni direct subordinatelərdə, yəni U'nun aşağısında olan nodların hər biri üçün max of DP V0-dan V1-lərin cəmini belə bir dənə şeylə define eləyirəm. V0, V1 burada yenə eyni şeyi göstərir. V0 odur ki, V-nin subtreesindəki cavab və ən yaxşı cavab və hansı ki V-nin özünü minimum kimi götürmüşəm. V1 də odur ki, V-nin özünü maksimum kimi götürmüşəm. Okey, bu ikisinin maksların cəmini define elədik. İndi görək, tutaq ki, DP U0-ı hesablamaq istəsəm nə olacaq? Bu arada yenə DP U0, DP U1 bayaqkına bənzər olaraq initially sum'a bərabərdir. Bu nə deməkdir? Yəni U-nun özünü tək qrup kimi götürsən, zaten, yəni orada 0 yaranır və elə aşağıdakıların makslarını götürəcəm, elədir. Initial olaraq U0, U1 sum'a bərabərdir. İndi U-nun özünü tək yox, başqa nə ilənsə bir yerdə qrup kimi götürsəm, onda mütləq child'lardan hansısa biri ilə qrup eləməliyəm də. Onda child'larından hər biri ilə qrup eləyəndə olan halların maksimumunu götürüb hesablayacağım. Onun üçün də bir-bir hər child üçün nə edəcəm? Məsələn, tutaq ki, V ilə qrup eləyəcəmsə, onda əgər iki dənə hal var da burada. Əgər V-yə nəzərən W kiçikdirsə W V-dən, birinci child'ından, onda U0-ı update eləyəcəm. Yəni çünki burada VU çıxılan kimi, yəni minimum kimi iştirak eləyəcək. Onda deyəcəm DP VU bərabərdir. DP VU nədir? DP U0. DP U0 bərabərdir. Max of DP U0-la kim deyə bilər, nə olacaq? DP V0 Bu qanadlar da var da. Məsələn, V-yi azı V1 ilə tutaq ki, qrup eləyirəm. Amma bu qanadlarda var axı özləri DP-də. Yəni, onların da cavabı var. Aha. Yəni samlar əslində belə eləyəcəm. Bayaq mən hər iki sub-tree'də maksları toplamışam da V0-ın V1-in makslarını toplamışam. Bir dənə hal-hazırki sub-tree'dən topladığım şeyi geri çıxacağam. Ki sum minus
max of sum minus max of nə? DP hal-hazırda V-dəyəm də. V-yi 0 ilə V-yi 1-i çıxacam. Ki, indi hal-hazırda əlimdə nə var mənim? V-yi 1-i çıxacam. Hal-hazırda əlimdə bu cəm məndə şeydir. Elə bir ki, hal-hazırki o ininci sub-tree'dən başqa qalan hər şeyin maxlarını toplamışam. İninci sub-tree'ni nə etməliyəm? İninci sub-tree'də isə ancaq, məsələn, əgər ki, U sıfırdırsa, V0-ı toplamalıyım, elədir. Üstə gəlsin DP V-yi 0. Çünki C məntiqidə yuxarıdakından eyni. Yəni, burada bu increasing, decreasing gedirsə, yəni U daha balacadırsa V-dən, demək ki, bu əgər o ilə birləşəcəksə, bir əvvəlkindən də bu balaca olmalıdır. Nə-nəsə birləşəcəksə belə. Onda DP V-yi 0-ı üstünə gələcəm və üstə gələcəm hansı fərqi? W V-yi çıxılsın W U fərqini. L salı da oxşar olacaq, elədir. L salı burada, yəni V böyük olanda prosto DP-U 1-i update eləyəcəksiniz. Burada da bunu yenə çıxıb prosto DP V 1-i əd eləyəcəksiniz və fərqi də tərsinə olacaq. Okay. Bu həll ümumi kompleksi ON-dir. Yəni 3-də sadəcə hər nod üçün 2 dənə şey hesablayırsınız. Kim başa düşdü full həlli? Okay. Implementation'ı eləyə bilərsiniz. Yəni ki, çox çətin şey yoxdur implementation'da. DP13 əvvəl kim eləyib DP13 məsələsi? Okay, bir dəfə. DP13'lərdə zaten yəni məsələn bu şəkildə olur, sadə DP13'lər. Yəni sub-tree üçün olan cavablardan daha böyük sub-tree'lər üçün olan cavabları hesablayırsınız. Daha mürəkkəb DP13'lərdə isə bəzən qabağınıza şey çıxa bilir. Tree-ni reroute eləmək lazım gəlir. Elə bir şey eləmişdik kampda. Reroute eləmişdik tree-ni. Ola bilər, hatırlamıram. Okey. Belə. Nəsə sual varsa verə bilərsiniz. Koduna baxmaq istəsəniz baxa bilərik. Nəysə. Hə? Mənasız deyil olmağı, onu əslində yox, məsələn şərtində deyir ki, şey olmalıdır, hə, belə bu şəkildə birləşmə olmalıdır. Yəni yuxarıdan aşağıya fəslər kimi belə olmaz. O olsaydı məsələ orada biraz dəyişirdi. Onda Option oldu. Sadece arabalar maksimum iki o biraz yapmıştım. Yani 10 tane yazmıştım. 10 tanesi böyle. oxşar olur deyəndə ki, yəni buradan nə iləsə, buradan nə isə birləşdirəndə Sadece ikisini yapmıştım. istənilən ikisinə baxırsan birləşdirməyə. Yok. Maksimum. Mesela D1'den D3'ü birleştirmen. Mesela D4'ü birleştirsen mənasız olur. Çünkü ikisinde varsa bağlantılı. Doğru olub olmadığını dəqiq deyə bilmərəm. Yəni burada hansında minimum, hansında maksimumsa o ikisini birləşdirsən, qalanını boş saxlayırsan. Qalanını ayrı saxlayırsan. Bilmirəm dəqiq, amma o həlli n kvadratla ilə nə eləyə bilərsiniz? Bu ilə eləyə bilərsiniz. Prosto elə bir ki, istənilən ikisi arasında baxmaqla. Böyük ehtimal onu da yaxşılaşdırmaq olar o məsələni. Amma dəqiq bilmirəm, bəlkə o məsələnin grid həlli də çıxa bilər. Prosto onu analiz eləmək lazım. Koduna baxırdıq. Experience full solution. Okay, full solution belədir. Bunlar heç. Burada input elib tree-ni qurmuşuq. Sonra DFS prosesi belədir. Hər dəfə mən burada vektor kimi götürmüşəm deyə DP-ni aşağıda yəqin ki n plus 1-ə resize eləmişəm. Burada da sonra hər DP-ni 2-yə resize edirəm. Çünki hər şeydə 0-1 saxlayırıq. DFS elib child-a gedirik. Burada sum'un üzərinə max of DP 2-0, 2-1-ləri gəlirik. Yəni child-lardakı DP-lərin maxların cəmi. Initial olaraq DP not 0, not 1 sum'a bərabərdir.
Daha sonra bir grup child'ları təzədən iterate edirik. Bu sefer rekursiv olarak getmirik. Prosto oradan hesabladığımız cavablardan DP'ləri təzə bu subtrinin DP'sini update edirik. Eğer V2 ve node'dan böyükse, yani child daha böyükse, node daha kiçikse, demek node burada minimum kimi iştirak edəcək. Onda DP node 0'ı update edirik. E, Belə. Əks halda da DP node 1'i update edirik. Okey. Belə. Əsas sual varsa verə bilərsiniz. Bu dersimiz yani ki axırıncı dersimiz olacaq qrupla. Dördüncü gün ders olmayacaq. E, Contest Kontest koymaq istəmirəm əlavə. Gedin kontestdansa şey eləyə bilərsiniz məncə. Mövcud kontestlərin hansısa virtual girin. O daha faydalı olar məncə. Yəni hansısa yarışa hazırlaşmaq üçün açıq modda məsələ işləməkdənsə, yəni uzun müddətli yarış kimi işləməkdənsə 4-5 saatlıq ya da 3 saatlıq məsələ virtual kontestə girməniz daha yaxşı olar. Gedib məsələn növbəti il necə oylarından hansısa girə bilərsiniz. Belə.